Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının iştirakı ilə Qubada təşkil olunan Bərabər Addımlar yay düşərgəsi başa çatıb. Gənclər və İdman Nazirliyinin dəstəyi Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən düşərgədə iştirakçıların fiziki aktivliyinin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədi ilə müxtəlif proqramlar təqdim edilib. Həmçinin mərkəzin sosial-pedaqoji inkişaf və psixoloji dəstək departamenti tərəfindən benefisiarlar və valideynlər üçün psixoloji sessiyalar, maarifləndirici təlimlər və interaktiv oyunlar təşkil olunub. Düşərgə çərçivəsində mərkəz özlərinin təqdimatında musiqi proqramları, müxtəlif yaradıcılıq istiqamətləri üzrə master-klasslar, idman və mədəni kütləvi tədbirlər iştirakçıların marağına səbəb olub. Onlara yeni bacarıqlar qazandırıb. Düşərgənin bağlanış tədbirindən əvvəl iştirakçılar Quba soyqırımı memorial kompleksini ziyarət ediblər. Onlar soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, tarixi sənəd və faktları əks etdirən muzey eksponatları ilə tanış olublar. Ümumilikdə 86 nəfərin cəlb olunduğu layihənin həssas kateqoriyalardan olan gənclərin yaradıcılıq potensialının və inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Bununla da 5 günlük düşərgə proqramı uğurla başa çatıb.